Noyabr ayında ümumilikdə 12 gün qeyri-iş günü olacaq. Ətraflı məlumatı indi diqqətinizə çatdıracağım. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2025-ci il istehsalat təqviminə əsasən noyabrda 12 gün qeyri-iş günü olacaq. 8 noyabr Zəfər günü şənbə gününə, 9 noyabr Dövlət Bayrağı günü isə bazar gününə təsadüf etdiyindən 10 və 11 noyabr tarixləri qeyri-iş günü olacaq. Ümumilikdə noyabr ayında şənbə və bazar günləri də daxil olmaqla aşağıdakı tarixlər qeyri-iş günləridir. 1, 2, 8, 9, 10, 11, 15, 16, 22, 23, 29 və 30 noyabr. Beləliklə, noyabr ayında ümumilikdə 12 gün qeyri-iş günü olacaq. Qeyd edək ki, Konstitusiya günü və Milli Dirçəliş günü isə iş günü olan bayram günləridir.